Salam uşaqlar, bugün feilin son dərsindəyik. Feili bağlama ilə bağlı danışacağıq uşaqlar. Sadəcə bu feili bağlamadan əvvəl bizim feil sifət keçəndə feil sifətin isimləşməsi dərsi qalıb. Onu inşallah feili bağlama yekunlaşsın. Sonda bir 1-2 dəqiqə vaxtımızı feili sifətin isimləşməyində həsr eləyək uşaqlar. Deməli, feili bağlama ilə bağlı danışaq uşaqlar. Feili bağlama, feilin digər təsvirlənməyən formaları kimi həm feilin, həm də başqa bir nitqsəsinin xüsusiyyətini daşıyır. Feili bağlama həm feilin, həm də ki, zərfin xüsusiyyətlərini daşıyacaq uşaqlar. Burada yazdığımız onsuz da dəyişmir uşaqlar. Bunu biz məsdər və feili sifətdə yenə keçmişik. Yəni hərəkət, təsirli, təsirsiz, təsdiq inkar olmalı, məna növlərinin işlənməsi və ətrafına söz toplamalı. Bu 5 xüsusiyyət feili bağlamanın feilin ortaq xüsusiyyətləri idi. Feili bağlamanın zərflə olan ortaq xüsusiyyətlərindən uşaqlar özündən sonra daha çox feil istəyir. Cümlə özü kimi zərfliyi olması, zərfin suallarına cavab verməsi, tərz, zaman, miqdar mənalarda bildirməyi feili bağlamanın zərflə olan ortaq xüsusiyyətləridir uşaqlar. Baxın, yadınıza saxlayın ki, feili bağlamalar yalnız və yalnız cümlə üzvü kimi zərflik olur. Feili bağlama zərflikdən başqa heç bir cümlə üzvü olmur. Bu əzbərinizdə qalsın. Bunun üstünə yenə vurğulayacağıq uşaqlar növbəti dərslərdə. Belə, indi keçək uşaqlar feili bağlamanın şəkilçilərinə. Uşaqlar, başlayaq feili bağlamanın şəkilçilərinə bağlı danışaq uşaqlar. Deməli, feili bağlamanın şəkilçilərini mən sizin üçün belə qəşəng ayırmışam uşaqlar. Baxın, bu yuxarıda verdiyim şəkilçilər müxtəlif mənalar ifadə edənlərdir, bura qədər olanları. Altdakıların hamısı da gördüyünüz kimi zaman bildirir. Deməli, bunu yaxşı olur ki, dəftərlərimizə siz də bu şəkildə qeyd edirsiniz. İb, araq, səbəb, tərz, zaman bildirir. İb daha çox səbəb, araq daha çox tərz bildirir. Testlərdə bu ağlınızda qalsın. Məsələn, misal verək. O gülərək danışır. Məsələn, o gülərək danışır deyə bir misal verək. Danışır. Gördüyünüz kimi uşaqlar, burada nə var? Araq ərək şəkilçisi var. Demək ki, bu nədir uşaqlar? Feili bağlamadır. Baxın, bir cümlədə feili bağlama varsa, bax, bunu əzbərinizdə saxlayın. Feili bağlama varsa, feili bağlama. 99% demək olar ki, o cümlədə başqa bir nə var uşaqlar? Feil var və ona aid olma var. Görürsünüz, gülərək feili bağlamadır, başqa bir feilə aid olur. Uşaqlar çox vaxt zərflə, nitq zərflə feili bağlamanı qarışıq salırlar. Qarışıq salmamaq üçün nə yadda saxlamanız lazımdır uşaqlar? Baxın, bir şey əgər feilin sualına cavab verirsə, danışır kim? O. Necə danışır? Gülərək. Bu cümlə üzvü kimi oldu? Zərflik. Bir şey əgər zərfliyin sualına cavab verirsə, zərfin sualına cavab verirsə və özündən sonra feil gəlirsə, amma bir gün ola bilər ki, şəkilçi yaddan çıxar, sözünün kökü feildirsə, yəni qoşulduğu şəkilçilər feildirsə, demək ki, bu zərf yox, uşaqlar feili bağlama hesab olunmalıdır. Çünki zərflər, nitq səsi olan zərflər feildən demək olar ki, yaranmır. Bir dənə sevincək sözü var, demək olar ki, başqalarında yoxdur onsuz da. Demək ki, nəymiş? Feili bağlama olması, bir şeyin feili bağlama olması üçün özündən sonra mütləq nə olmalıdır? Başqa bir feil olmalıdır. Yəni bu feili bağlama heç vaxt əsas feil hesab olunmur. Bu həmişə digər bir feili izah edən bir feil hesab olunur. Və gördüyümüz kimi orada gülərəkdə nə olacaq? O necə danışır? Gülərək. Iba gələn səbəb bildirməsinə bağlı bir cümlə yazaq. Məsələn, yazaq ki, o itdən qorxub, məsələn, o itdən qorxub evə getdi deyə bir cümlə yazaq. Getdi, kim getdi? O hara getdi? Evə. Niyə getdi? Nə səbəbə getdi? İtdən qorxub. Gördünüz ki, ıb da nə bildirir uşaqlar? Səbəb. Ümumiyyətlə, ikinci sıra toplulara cümlə üzvləri dərsində sizdən test səbəb zərfliyi soruşursa, feili bağlama ilə ifadə olunma soruşursa, yəni aşağıdakı cümlələrdən birində səbəb zərfliyi feili bağlama ilə ifadə olub. Demək ki, sən nə axtarmalısan? Ib. Çünki səbəb bildirən şəkilçi demək olar ki, ancaq ıb. Düz deyil, araq da bildirir, amma heç bir test tapşırığında araqın səbəb bildirdiyini göstərməyib uşaqlar. Bu yadınızda qalsın. Əsas qaydamız nədir uşaqlar? Baxın, bu feili bağlama şəkilçilərinin hamısı nitq səsi kimi nəyə qoşulmalı deyirik? Feilə. Çünki bunlar feilin qrammatik şəkilçiləridir. Və bunu da yadda saxlayırıq ki, bir cümlədə feili bağlama varsa, eləmi uşaqlar? O cümlədə 100% başqa bir nə var uşaqlar? Feil var və 100% demək bir 90-95% başqa bir feil var və ona aid olma var uşaqlar. Bu yadınızda qalsın. Belə, gələk şəkilçilər uşaqlar. Madan şərt, tərz, zaman bildirəcək. Məsələn, dayanmadan danışıram, necə danışıram, tərz bildirəcək. Oxumadan həyata düşmə, şərt qoyacaq. Məsələn, zaman bildirməsi, nə deyək? Yağış yağmadan yollar su oldu. Nə zaman? Yağış yağmadan. Gördüyünüz kimi nə oldu? Madan orada zaman bildirdi uşaqlar. Gəlirəm A-aya. Bu şəkilçi ilə bağlı çox söhbət edəcəyik uşaqlar. Bu şəkilçi yalnız tərz bildirir. Məsələn, cümlə yazaq. O gülə-gülə danışır. Baxın. Gülə-gülə danışır. Dediyimiz kimi, danışır, kim danışır? O necə danışır? Gülə-gülə. Feili bağlama əzbərinizdə qalsın, cümlə üzvü kimi yalnız və yalnız zərfli olur. Bir cümlədə feili bağlama varsa, başqa bir nə var uşaqlar? Feil var. Bunun verdiyiniz sual nədir? Necə danışır? Zərfin sualı tərz mənası bildirir ona görə. Buna zərfin sualını verirsiniz, amma siz bunu heç vaxt zərf deyə bilmərsiniz. Çünki bu sözlərin kökü nədir uşaqlar? Gülmək, feildir. Gördüyünüz kimi A da nəyə qoşulmalı uşaqlar?
təkrarlanan eyni feillərə qoşulmalıdır ki, zərf bildirsin. Zərf üzr istəyirəm, feili bağlama olsun uşaqlar. Məsələn, bax o ağlaya-ağlaya danışır deyə bir dənə cümlə yazaq. O ağlaya-ağlaya danışır. Ağlaya-ağlaya. Bax eyni şeydir. Yəni ağlamaq feillərdir. A da yığ-biçili samitdir. A da təkrarlanan gördüyünüz kimi feili bağlama şəkilçisidir. Yəni A-nın feili bağlama şəkilçisi olması üçün mütləq şəkildə feilə qoşulmağı vacibdir uşaqlar. A ilə bağlı indi 3-4 dənə uşaqlar belə deyim, beyin qarışdıran şeylər var. Onları yazaq. Baxın uşaqlar. Bax bir tikə-tikədir. Tikə-tikə. Bir damadamadır. Məsələn, bir dənə də dönə-dönə dedik. Dönə-dönə. Məsələn, zərrə-zərrə də verim bir dənə uşaqlar. Nə dedik? Dedik ki, feili bağlanan şəkilçilərin hamısı mütləq şəkildə nəyə qoşulmalı uşaqlar? Feilə qoşulmalı. Birinci başlayaq tikə-tikədən söhbət etməyə. Uşaq, bu tikə-tikə sözünü işlənmə yerinə görə zərf də götürə bilərsən, feili bağlama da götürə bilərsən. Əgər söz bütöv tikədirsə, məsələn, tikə parça var da bilirsiniz uşaq. Məsələn, anam əti tikə-tikə doğradı. Necə doğradı? Tikə-tikə. Orada parça-parça deməkdir. Yəni, tikə bütöv kök sayılır. Ona görə sayılır zərfin hissəsi kimi. Yox, əgər tikmək feilidirsə, ərlər də şəkilçidirsə, necə? Məsələn, anam paltarı tikə-tikə mənə baxırdı. Paltarı neyini tikir? Tikə-tikə mənə baxırdı. Demək ki, o nədir? Feili bağlamadır. Yəni, feili bağlamada nə olmalı uşaqlar? Hərəkət olmalı. Bu yadınızda qalsın. Damadama, bu da onun kimi. Damadama işlənə bilərinin hissəsi kimi sifət, bir də feili bağlama. Necə? Baxın, dama deyə bir şey var, o belə, eləmi? Dama dəftər məsələn. Dama dəftər, necə dəftər? O sayılacaq sifət və orada dama sözün özü olacaq uşaqlar, bildiyiniz kimi. Ona görə sayılacaq sifət. Feili bağlama varsa, orada hərəkət olmalı uşaqlar. Amma dama, göl olar deyirsənsə, nə iş görür uşaqlar? Damır. Yəni, dammaq deyə bir feil var, ağalar nə sayılır? Feili bağlama. Gəlirəm dönə-dönəyə. Dönə-dönə bağlı danışıq, bu bir çətindir uşaqlar. Düşək zərrə-zərrəyə, sonra sonuncu buna söhbət edəcəm. Zərrə-zərrə. Deməli uşaqlar, zərr deyə bir feil yoxdur ki. Yoxdur. O zaman heç buna feili bağlama gözünə baxa bilməz. Sadəcə bu görüntü olaraq sənə feili bağlamanı oxşadır. Amma zərrə-zərrəni istifadə edərək zərf kimi uşaqlar dilimizdə. Bir də başqa bir misal verəcəm. Asta-asta. Baxın uşaqlar. O asta-asta danışır. O gülə-gülə danışır. Və gülə-gülə görsün asta-asta oxşur bir-birinə. Amma gülə-gülə feili bağlamadır. Çünki a-lar söz şəkilçilərdir. Gülmək feillərinə qoşulur. As deyə bir feil var, yoxdur. Demək ki, burada a feili bağlama şəkilçisi deyil. Yəni o asta-asta danışırdı. Asta-asta nə sayılacaq uşaqlar? Zərf. Vəssalam. Gələk dönə-dönəyə. Bunlar silə gələk testi dönə-dönə ilə bağlı söhbət edilir uşaqlar. Baxın. Dönə-dönə əgər mən dönə sənə demişdim. Maşın dönə-dönə hərəkət edir. Dairənin sözü yazmadım. Maşın dairəni dönə-dönə hərəkət edir. Hərəkət. Deməli uşaqlar, dedik ki, maşın dönə-dönə hərəkət edir. Bu. Uşaqlar, baxın, burada dönə-dönə sözü əgər məna olaraq təkrar mənasını ifadə edirsə, o zaman demək ki, bu nə sayılacaq uşaqlar? İlk səs kimi sayılacaq zərf. Məsələn, mən sənə təkrar demişdim. Dönə-dönə demişdim. Yəni, orada dönə-dönə demirsən, yəni bir dönmə hərəkəti yoxdur. Amma maşın dairəni dönə-dönə hərəkət edir, bəli, maşın dairəni dönə hərəkət edir. Yəni, orada bir dönmə hərəkəti var. Demək ki, hərəkət varsa, bu a-lar sayılacaq feili bağlama şəkilçiləri və sözümüz sayılacaq feili bağlama. Yox, dönə-dönənin mənası təkrar-təkrardır, o da sayılacaq zərf. Vəssalam, bu qədər bəsit uşaqlar. Keçək aşağıya digər şəkilçilərə baxın uşaqlar. Anda, arkəndik, dadıqca,ınca, mış, armad şəkilçiləri də zaman bildirir. Məsələn, o gələr gəlməz yatdı, nə zaman? O gələndə yatdı, nə zaman yatdı? O gələrkən yatdı, nə zaman yatdı? Yağış yağdıqda yollar su olur. Nə zaman yollar su olur? Yağış yağdıqda. Yağış yağdıqca yollar su olur. Nə zaman? Yağış yağdıqca. Yağış yağınca yollar su olur. Yağış yağmamış, evə getdisi yox, o başqa mənə ifadə edəcək. Gezidən biraz keçmiş, qonaqlar getdilər. Nə zaman qonaqlar getdilər? Gezidən biraz keçmiş. Gördüyünüz kimi bu şəkilçilər feili bağlamanın zaman mənası bildirənlərdir. Bir dənə baxın, ınca da zaman bildirir, amma bunun bəzən miqdar bildirməyi də var. Məsələn, o doyunca yedi. Məsələn, cümləyə baxaq. O doyunca yedi. Yedi. Deməli, o doyunca yedi dedik. Baxın, burada nə qədər sualın versin deyə, uşaqlar çox vaxtda feilin yanında gəl, miqdar zərfi demək istəyirlər. Amma baxın, uşaqlar sözün kökü nədir? Doymaq. Yenə deyirəm, feildirsə, zərfin sualına cavab verirsə, yəni feildən düzəlirsə, bu şəkilçi, əslində düzəlir demək də düzgün deyil, bu şəkilçi hamısı qrammatik şəkilçilərdir. Yəni şəkilçinin artırıldığı söz, zərfin sualına cavab verirsən və onun
kökü feildirsə, sən buna zərf deyə bilmərsən. Bu feili bağlamadır. Çünki zərflər feildən düzəlmiş olar. Yadınızda qalsın. Bu mış çəkilicisi uşaqlar biraz orada vəziyyət fərqlidir. Bunu TQDK kitabları mış kimi veriblər. Amma digər kitablarda bunu ma üstə gəlsin mış kimi veriblər. Yəni mamış kimi oxuyurlar onu. Gəlməmiş, görməmiş kimi istifadə edirlər. Bu TQDK kitabları demək olar ki, heç buna aid test də yoxdur, istifadə də olunmur. Yəni heç bunu çox da fikir verməniz vacib deyil. Əsas bu şəkilçiləri əzbərləyin. Vəssalam, bitdi. Uşaq, feili bağlama ilə bağlı önəmli bir qeydləri var. Bax, onları sizə deyim. Baxın, bu 3 dənə qeydi kitabınıza mütləq yazın, dəftərinizə və yaxud da kitabı oxusunuz, üstünə yazın kitabın. Feili bağlamalar deməli, yalnız zərfli olur. Yalnız zərfli olur. Bax, bu feili bağlamaya idi, imiş, isə qoşa bilmərsən. İdi, imiş, isə qoşulur. Feili bağlamadan sonra vergül qoymaq olmaz. Vergül olmaz. Hətta bir dənə nə yaza bilərik olar? Feili bağlamalar sözün son şəkilçisidir. Sözün son şəkilçisidir. Nə deməkdir? Bunu da izah edeyim, yavaş-yavaş feili bağlamaya yekunlaşdıraq. Feil bağlama yalnız zərfli olur, bayaqdan dönə-dönə deyirik onsuz da. İdi, imiş, səni qoşa bilmərsən. Niyə? Çünki idi ilə imişi qoşduğun şey cümlənin xəbəri olar. Məsələn, gülə-gülədir deyə bir şey olmaz. Gülə-gülə idi deyə bir şey ola bilməz. Çünki idi imişin qoşulduğu şeylər cümlənin xəbəri olur. Bu qədər bəsit. Feili bağlama hissəcik qəbulləmir. Feili bağlama ümumiyyətlə heç nə qəbulləmir. Feili bağlama şəkilçisi sözün son şəkilçisidir. Bax, görürsünüz, yenə deyirəm. Sözün son şəkilçisisə, ona idi imişsən də qısalmış formlarını zaten qoşa bilmərsən. Feili bağlamadan sonra vergül qoymaq, ona hər hansı bir şəkilçi artırmaq mümkün deyil. İdi imişsən də qəbulləməyəcək. Cümlə kimi də yalnız və yalnız zərflik olacaq. Biz burada bir dənə ıb şəkilçisi ilə bağlı söhbət edirik. Ib keçmişi nə kimi olar? Nəqli keçmiş zaman kimi, onu da fərqləndirməsini deyim sizə. Baxın, nəqli keçmiş zaman o dünən gəlib deyə bir cümlə yazaq. O dünən gəlib. Şular, baxın, burada gəlib feili bağlama yox, feilin nəqli keçmiş zamandır. Niyə? Birincisi cümlənin xəbəridir. Nə edib gəlib? İkincisi feilin sualına cavab verir. Üçüncü bir tərəfdən feili bağlama varsa cümlədə başqa bir nə olmalıdır? Baxın, deyirik, feil olmalıdır. Məsələn, o evə gəlib yeməyini yedi. Görürsünüz uşaqlar, 2 dənə ib qoymuşam, eləmi? O dünən gəlib, o evə gəlib yeməyini yedi. Bu zamandır, çünki cümlənin xəbəridir, axırda gəlibdir. Feili bağlama varsa cümlədə başqa bir feil var. O evə gəlib yeməyini yedi. Yedi əsas feildir. Gəlib də nədir uşaqlar? Feili bağlamadır. Bir də ikinci bir tərəfdən feili bağlamaya yenə deyirəm, heç vaxt şəkilçi qoşa bilmərsən. O dünən gəlibdir eləyərsən. Çünki nəqli keçmişsən onda dırı qəbul eləyər. Amma o evə gəlibdir, yemək yedi eləyə bilmərsən. Və feili bağlama varsa mütləq başqa bir nə var uşaqlar? Feil var. Vəssalam, bu da oldu bizim uşaqlar feili bağlamamız. Hə, uşaqlar, o keçən feil sifət dərsində video çatmamışdı. Feil sifət isimləşmə dərsini izah eləməmişdim. Onsuz da isimləşmə sifətdə sayda olduğu kimidir. Eyni qaydədir uşaqlar. Sifət sayı özündən sonra gələn ismi itirəndə nə edir uşaqlar? Bu isim üstə bilirsiniz ki, cəm, mənsubiyyət, bir də hal şəkilçiləri ola bilər. Xəbərli də ola bilər, amma xəbərli isimləşmə yaratmır uşaqlar, yenə deyirəm. Cəm, mənsubiyyət, hal isimləşmə yaradır. Əgər sifət sayı feilli sifət özündən sonra gələn ismi itirirsə, bu şəkilçilərdən hər hansısa birini götürür özlərinə və nə edir uşaqlar? İsimləşir. Məsələn, anən feilli sifət şəkilçisi, ondan bağlı bir misal verim. Gələn qonaqları qarşıladıq deyə bir cümlə yazaq. Qarşıladıq. Qarşıladıq kimi qonaqlar. Hansı qonaqları? Gələn. Burada isimləşmə yoxdur. Mən bunu isimləşdirmək üçün gələndən sonra onun aid olduğu isim hansıdır? Qonaq. Onu çıxartmalıyam. Onun üzərində o şəkilçiləri qoymalıyam. Nəyin üstə? Feil sifətin. Gələnləri qarşıladıq. Kimi? Gələnlər. Sürü qutardı, bu oldu feil sifətin isimləşməyi. Bu qədər bəsitdir olar. Məsələn, deyilən sözlər unudulmur. Başqa bir cümlə. Deyilən sözlər unudulmur. Unudulmur. Unudulmur nə? Sözlər, hansı sözlər? Deyilən sözlər. Burada isimləşmə yoxdur. Bu nədir? Anəm, feil sifət. Özündən sonra gəlib isim. İsim itirsə, lavələri götürəcək, nə edəcək? Deyilənlər unudulmur. Nə unudulmur? Deyilənlər. Həm də isimləşmə olan bir cümləyə. Deyək ki, cümləmiz budur. Deyilənlər unudulmur. Cümləmiz budursa, isimləşmə olan cümləyə zaten o ismi təxmin edib bərpa eləmək olur. Deyilən sözlər unudulmur. Bitdi, getdi uşaqlar. Bir də ən son olaraq bunu izah edeyim. Bu dığımla deyimin isimləşməsi, o şəkilçi var, dığ üstə gəlsin mənsubiyyət. Dığımla deyimin isimləşməsi müvafiq olaraq bu şəkildə olur. Diklərim, dığlarım, diklərim formasında olur. Dığlarım, diklərim. Niyə? Çünki uşaqlar, bax, dığımla deyimin isimləşməsi niyə formada olur? Baxın, məsələn, sevdiyim insanları üzməyin deyə cümlə yazaq.
Mən bunu necə isimləşdirirəm? Bundan sonra gələn ismi itirirəm. Yəni isim insan getdi oradan. Bunu qoyacağam bunun üstünə. Sadəcə baxın, bu niyə diyim olur? Əslində bu şəkilçilədə uşaqlar dik üstə gəlməsi mənsubiyyətdir, eləmi? Mənsubiyyət də saitlə başladığına görə bu k-yə çevrilir deyə diyim olur. Əslində bu nə olacaq? Sevdiklərin. Burada niyə k-yə çevrilmir? Çünki samit gəlir. Ona görə diyimin isimləşməyi 90% olaraq cəmlə olur deyə diklərin formasında olur. Dığımın da isimləşməyi dıqların formasında olur. Məsələn, oxuduğum məlumatları unutmuşam. Necə isimləşərəm? Oxuduğum məlumat çıxardaram oradan. Oxuduqlarımı unutmuşam. Yəni, harada dıqlarım, diklərim görsəz, bilin ki, oradakı fe'l sifət şəkilçisidir. Dıq üstə gəlsin mənsubiyyət, arasında bir cəm girib onu eləyib uşaqlar isimləşdirib. Dik üstə gəlsin mənsubiyyətdir, arasında bir cəm girib onu isimləşdirib. Və salam uşaqlar, bu da oldu fe'l sifətin isimləşməsi. Bir də son bir şey də qaldı, onu deyəcəm. Təbii ki, bu şəkilçilər cəm mənsubiyyət halı olmadan da fe'l sifətli isimləşmə yaratmaq mümkündür. Necə? Məsələn, belə bir cümlə yazaq. Elə bununla yazım. Sevdiyim qız gəlir deyə bir cümlə yazaq. Sevdiyim qız gəlir. Baxın uşaqlar, burada fe'l sifətin üstündə mənsubiyyət var, amma bu fe'l sifətin belə deyim də mənsubiyyətin işlənən şəkilçisidir. Yəni burada mənsubiyyət var deyə bu fe'l sifət isimləşib deyə bir şey yoxdur uşaqlar. Belə, sevdiyim qız gəlir. Bu cümlə mən necə isimləşdirirəm uşaqlar? Qızı buradan çıxardaram. Sevdiyim gəlir. Yəni fe'l sifəti heç nə qoşmadan da isimləşmə yaratmaq mümkündür. Və yaxud da ki, deyilən söz acı oldu. Deyə bir cümlədə. Deyilən söz acı oldu. Məsələn, burada fe'li sifət deyilən də ondan sonra nə gəlir uşaqlar? İsim gəlir. Mən bu sözü çıxartsam burada, sözün üstündə bir şey yoxdur. Burada bir şey qoyamayacağım. Deyilən acı oldu. Acı oldu. Nə? Deyilən. Demək ki, fe'l sifət nədir? İsimləşdi. Və salam uşaqlar. Bununla da fe'l dərsini yekunlaşdırdıq. Sağ olun uşaqlar.